Eyni sürət, eyni əyləc. Amma qışda motosikl niyə daha gec dayanır? Bir çox sürücü qışda eyni sürətlə gedir, eyni əyləci basır. Amma motosikl daha gec dayanır. Bunun səbəbi tormozun yaxşı işləməməyi deyil. Birinci səbəb soyuq asfaltdır. Asfalt soyuq olanda yolla təkər arasında tutma azalır. İkinci səbəb soyuq təkərlərdir. Qışda təkər daha gec isinir və tez soyuyur. Buna görə də asfalta daha az yapışır. Üçüncü səbəb nəm, buz və ya qum. Qışda gözlə görünməyən asfaltda nəm təbəqəsi olur. Bu da tormoz məsafəsini uzadır. Dördüncü səbəb isə reaksiya vaxtıdır. Qışda soyuq bədən daha gec reaksiya verir. Barmaqlar daha gec açılıb bağlanır. 1. Məsafəni artır. 2. Əyləci tədricən bas. 3. Ön əyləcdən yumşaq istifadə et. 4. Sürəti daha aşağı sal. Bu 4 şey səni ABS-dən də daha çox qoruya bilər. Qışda məsələ əyləc deyil, yol və şin şərtləridir. Bunu bil, nəzərində saxla, məsafəni artır və sağ-salamat sür.